Bir yaşlı, fağır qoca gənc bir qıza yaxınlaşır. Ona deyir ki, mənə yardım eləyin. Mən ac və yoxsulam. Qız deyir ki, sənə nasıl yardım eləyə bilərik? Deyir, pulla ya yeməklə yardım istəyirəm. Deyir, pul mu istəyirsən, yoxsa yemək istəyirsən? Deyir, yox qızım, mən yemək istəyirəm. 3 gündür acam, bu küçələri dolaşıram. Qız əlində öz əlləri ilə bişirdiyi yemək paketini qocaya verir. Qoca minnətdarlıq hissi ilə qız yeməyi alır və bu qızdan uzaqlaşır. Elə qoca getdikdən bir neçə dəqiqə sonra qızın əri gəlir, görür ki, yoldaşının əlində yemək paketi yoxdur. Qızdan soruşur ki, hanı bəs yemək paketi? Deyir ki, bir fağır ac qoca gəlmişdi. Məndən yemək istədi, mən də o yeməyi verdim, ona getdi. O əri əsəbləşir. Sən məndən soruşmadan necə paketi ona verə bilərsən? Hansı tərəfə getdi? Qocanın getdiyi istiqaməti qız ona göstərir. Oğlan sürətlə həmin tərəfə getməyə başlayır. Qız da bunun arxasıca deyir ki, bəs sənə nə oldu ki, sən belə əsəbləşdin? Oğlan yoldaşına cavab vermir, sürətlə irəliləyirdi. Və birdən görür ki, həmin qoca küçənin bir kənarında sakit bir yerdə tək əyləşib sevinç hissi ilə həmin yeməyi yeyir. Və sürətlə qocaya yaxınlaşır, yemək paketini qapır. Yemək paketinin içərisinə baxır, oradan bir açarı çıxardır. Deyir, yemək paketi yox, bunun içərisində tək yemək dördü. Bunu evin açarları da bu paketin içində idi. Ona görə bu birdən dönüb qocaya diqqətlə baxır və təəccüblə deyir, əmi, bu sənsən? Qız bundan soruşur ki, sən bu kişini tanıyırsan? Deyir, hə, bu kişi vaxtı ikən milyoner bir kişi olub. Mən kətdən şəhərə gəlirdim. Yolda bütün pullarımı və əşyalarımı oğurladılar. Pulsuz, əşyasız qaldım. 3 gün şəhəri dolaşdım. Heç kəs mənə nə yeməyə çörək verdi, nə də sahib çıxdı. O vaxtı bu kişi mənə sahib durdu. Məni təmənnasız evinə aldı, iş tapana kimi evində saxladı, mənim yeməyimi yadıma verdi. Bu həmin kişidir. Kişi baxır, deyir, əmi, bəs sənə nə oldu bu vəziyyətə düşmüsən? Deyir, bala, vaxtı ikən sənə demişdim ki, mənim xaricdə bir oğlum var, orada oxuyur. Həmin oğlum xaricdən qayıtdı, mənə dedi ki, xaricdə bir şirkət açır, mənim pullarımı istədi və məndən gizlin bütün əmlakımı satıb, mənə dedi ki, gəl gedək xaricdə birlikdə yaşayaq. Mən də bunun maşınına oturub, güya xaricə gedirdim bununla, amma getdi məni bir qocalar evinin qarşısında maşından düşürtdü, özü çıxıb getdi. Sonradan öyrəndim ki, bu oğlum xaricdə evlənib, özü üçün yaşayır. Mən bir müddət qocalar evində yaşadım, sonra isə oradan qaçdım. 2 ildir ki, bu küçələrdə dilənçi vəziyyətində yaşayıram. Mən Allahımdan həmişə soruşurdum ki,
ey Allahım, mən əvvəllər nə günah sahibi olmuşam ki, sən məni bu vəziyyətə saldın. Amma indi görürəm ki, mənim yaxşı əməlim də olub ki, Allah Taala mənim qarşıma səni kimi oğlu çıxartdı. Deyir, əmi, darıxma günah, dur götür, dur ayağa, gedək, sən artıq bizlə yaşayacaqsan. Beləliklə, qoca sevinç gözyaşları ilə bu cütlüyə qoşulub, onlar ilə birlikdə yaşamağa gedirlər. İndi, qardaşlar, insaniyyətli başqa şeydir. İstəyir doğma olsun, istəyir yad olsun. Onun insaniyyətliyi yoxdursa, o insanla yola çıxmaq olmaz. Yox, insanla, insaniyyətliyi olan insanlarla daim mehriban və arxain şəkildə gəzib dolanmaq olar. Diqqətinizə görə sağ olun, sizə minnətdaram.